Herkese salam. Bugün size Kristalda sakinler için yaradılmış geniş ve fonksiyonel həyat konseptinden danışacağım. Təcrübə göstərir ki, insanın yaşayış rahatlığı yalnız mənzillə ölçülmür. Həyat mühiti də vacib rol oynayır. Kristal bu yanaşmanı nəzərə alaraq layihələrində geniş və fonksiyonel həyat konseptinə xüsusi önəm verir. City Garden Nərimanov və Park Yasamal layihələri bunun ən parlaq nümunəsidir. City Garden Nərimanovun 21 hektar ümumi sahəsinin 17,3 hektarı yaşıllıq sahəsidir. Bu o deməkdir ki, həyatınızın içində yerləşən geniş bir parkda yaşayacaqsınız. Minlərlə ağacla salınan landşaft pəncərənizi açanda sizə möhtəşəm bir mənzərə bəxş edəcək. Övladı olan sakinlər üçün ən önəmli məsələ uşaqların təhlükəsizliyidir. Kristalda həyətlərə avtomobil daxil olmur. Bu da valideynlərə tam arxayınlıq, uşaqlara isə sərbəst oyun imkanı yaradır. Ailənizlə dincəlmək üçün uzağa getməyə ehtiyac yoxdur. Burada sizi ailəvi istirahət zonaları, piknik məntəqələri, açıq hava kinoteatrı və atraksiyonlar gözləyir. Təbii yaşıllıqlarla yanaşı dekorativ hovuzlar və fəvvarələr həyətə xüsusi estetika və atmosfer qatır. İdman sevənlər üçün də ideal şərait yaradılır. Çox insan idman etmək üçün evdən uzaq əraziyə gedir və bu da kifayət qədər zaman etkisidir. İndi isə buna ehtiyac yoxdur. Qaçış, yürüyüş, velosiped zolaqları, açıq hava fitness sahələri, həmçinin basketbol, futbol meydançaları bir neçə addımlığınızda yerləşir. Yəni, günə enerjili başlamaq üçün sadəcə həyətə düşmək kifayətdir. Bütün bu imkanlar sayəsində artıq idman, istirahət, alış-veriş üçün şəhər tıxacına düşməyə və uzağa getməyə ehtiyac yoxdur. Bu komplekslər geniş və fonksiyonel həyat konsepti ilə şəhərin mərkəzində yaşıl həyatı sizin üçün mümkün edir. Ətraflı məlumat üçün Ulduz 1544-ə zəng edin və ya istədiyiniz satış ofisinə yaxınlaşın.